və hər kəs, xüsusən də biz analar, ömür yetdikcə, güc çatdıqca onların yanında olmağa sadəcə borcluyuq. Və mən itirdiyim o 3 ilə görə çox heyfsiləndim. Qarabağlı olduğum üçün deyil, o ağır günlərdə yanlarında ola bilmədiyim üçün xəcalət çəkdim və boşluğu tezliklə doldurmaq qərarına gəldim. Nəticədə də bu layihəyə yarandı. Mən bu layihənin həyata keçməsində mənə hərtərəfli dəstək olan Samux şəhər 2 nömrəli məktəbin kollektivinə və hər cür şərait yaradan rəhbərliyinə buradan təşəkkürümü bildirirəm. Və biz il ərzində 30 şəhid ailəsinin hamısına baş çəkdik. Bu ziyarətimizin rəmzi olaraq üzərində Quran ayəsi olan xatirə tablolarını o ailələrə təqdim etdik. Müəyyən ardıcıllığı gözləmək üçün şəhidlərin doğum günü ərəfəsində ailələri ziyarət etdik. Sadəcə bəzi ailələrdə məhz doğum gününə rast gəldiyimiz üçün adam çox olduğundan, bəzilərində birbaşa məzarlığa getdiyimizə görə şəkil və video az çəkilib. Hansı ailədə ki özümüz olmuşuq, orada rahat söhbət etmişik, müəyyən anları, söhbətləri lentə ala bilmişik. İlk getdiyimiz evlərdə Elvin, Nurəddin, Asəfgildə isə həyəcanı və kədərin təsirindən video çəkməyi belə unutmuşuq. Yalnız bir neçə şəkil görüşümüzün şahidi olub. Bəzi ailələrdən az, bəzilərdən çox şəkil və video paylaşmağımızın yeganə səbəbi də məhz budur. Çünki bu lentdə biz yalnız öz çəkdiklərimizdən istifadə etmişik. İnternetdən ya başqa bir yerdən heç nə götürməmişik. Bütövlükdə isə burada səsləndirdiyimiz bütün fikirlər, sözlər bir ana kimi öz qəlbimizdən gələn sözlər, duyğulardır və hər biri hər bir şəhidimizə aiddir. Bu ailələrdə olduqca çox oxşar mənzərələrlə rastlaşdıq, oxşar fikirləri eşitdik və bu bir ipucu verdi ki, mən də burada vaxtınızı çox almamaq üçün bəzən tək, bəzən bir neçə şəhid haqqında eyni zamanda danışım. Buna görə də oxşar talili, müxtəlif cəhətdən bir-birinə bənzəyən qəhrəmanlarımı eyni səhifə altında birləşdirmişəm.